Salam, hər vaxtınız xeyir olsun, hörmətli məktəb izləyiciləri. Bugün Biləcəri qəsəbəsinin mərkəzində Ploşad deyilən bir ərazidə yaxınlığında marşrutlar keçən, bax bu yolu gördüyünüz kimi bu yoldan marşrut keçir, 3 dənə, 4 dənə marşrut keçir evin yaxınlığından 30 metrliyindən. Yaxınlığında məktəb, market, uşaq bağçası və infrastruktura aid olan bütün müəssisələr yerləşir. 3 mərtəbə, 6 qarajlı, aşağı hissəsi qarajlı, 5 otaqdan ibarət, tam təmirli, monolitlə tikilmiş bir ev misafirə çıxır. Bu evi sizə təqdim etmək istəyirəm. Buyurun, baxa bilərsiniz. Bu hissə gördüyünüz kimi elektrik açılışla olan jalüzdür. Giriş qapısı bu hissədəndir, ayrıcadır. Avtomatik jalüz və əlavə olaraq bölümdə giriş qapısı da var. Daxil oluruq evin həyətinə. Həyət hardasa bir sot olar təxminən. Bu hissədən, böyür hissəsindən pilləkənlə 2-ci mərtəbə və 3-cü mərtəbə içəridən qalxmaq şərti ilə pilləkənlər var. Avtomatik darvaza bu hissədə yerləşir. İçəri hissədən bir də daha göstərirəm sizə. Və evin aşağı hissəsində 2 maşın rahat daxil olası bir qarajı var. Hündürlüyü hardasa 2 metr 10 santidir. Rahat cip maşında daxil ola bilər 2 maşın və böyür hissəsində sütunların o tərəfində də əlavə olaraq yer var. Yəni əşyaların yığılması üçün, artıq əşyaların yığılması üçün. Həyətə də rahat bir maşın daxil olur. Qarajdan başqa. Qalxırıq evin içərisinə baxmaq üçün pilləkənlərlə. Evin üzəri ağlayla və qabançıqlarla işlənmişdir. Eyvan hissədən bir daha həyət hissə təqdim edirəm. Müəssərlər də bahalı dəmirdən yığılıb. Özünüz görürsünüz. Daxil oluruq evin içərisinə. Bura evin dəhliz hissəsidir. Hündürlüyü 3 metr 20 santidir. Mərtəbələr arası hamısı monolit betonlandır. Giriş qapısının, gördüyünüz kimi giriş qapısının sağ tərəfində qonaq otağı yerləşir. Qonaq otağı da tam təmirlidir. Uzunluğu 6 metrdən 4 metriyədir, təxminən 24 kvadrat olar. Pəncərələr hamısı öz həyətinə baxır. Qapılar bağlı qapılardır. Çıxırıq dəhlizə və giriş qapısı ilə üzbəüz yerləşən mətbəx studiya daxil oluruq. Yəni buranı zal kimi də istifadə etmək olar. Qonaq otağının ölçüsü 24 kvadratdır. Bu kuxna mətbəxin, yəni mətbəx studiyanın ölçüsü isə təxminən 7 metrənin 3.50-yədir. 23 kvadratdır. Pəncərənin qarşısını heç bir müayinəyə kəsmir. Çıxırıq yenidən dəhlizə və daxil oluruq sanitar qovşağa. Sanitar qovşaqda bahalı kafirlər üzlənmişdir. Tavan hissəsi patinoydur. Aksesuarlar quraşdırılıb, hamısı bahalı aksesuarlardır. Pilləkənin altında ayaqqabı yığmaq üçün əlavə bir yer də var. Buyurun, baxın. Pilləkən düyünsüz ağacdan quraşdırılıb. Qalxırıq 3-cü mərtəbəyə. Üçüncü mərtəbənin bura dəhliz hissəsidir. Bütün qapılar hamısı dəhlizə açılır. Sağ tərəfdə əlavə olaraq bir yataq otağı yerləşir. Böyükləsin nəzərdə tutulmuş yataq otağıdır. Təxminən 20 kvadratdır ölçüsü. Və buradan eyvana çıxış var. Buyurun, baxın. Gördüyünüz kimi eyvanda tam təmirlidir, monolit betondur. Buradan şəhərin mikrorayon hissəsi görünür. Buradan rahat.
kombi stili xətləri çəkilib və satış zamanı quraşdırılacaq. Çıxırıq dəhlizə və daxil oluruq digər bir yataq otağına. Bu yataq otağı da tam təmirlidir. Pəncərənin qarşısını heç bir maneə kəsmir. Çıxırıq dəhlizə, daxil oluruq digər bir yataq otağına. Döşəmə hissəsi laminatdır, tavan hissəsi alçıpan. Xətlər bütün otaqlarda çəkilib, istilik xətləri gördüyünüz kimi buyurun baxın. Daxil oluruq uşaqlar üçün nəzərdə tutulmuş yataq otağına. Balaca bir yataq otağıdır. Divarlar bahala boyla üzlənib və daxil oluruq buradan. Demək, 4 yataq otağıdır, hörmətli izləyicilərimiz. Yuxarıda 4 yataq otağı yerləşir. Buyurun, baxın. Demək, aşağı 2-ci mərtəbədə, daha doğrusu 1-ci mərtəbədə qaraj, 2-ci mərtəbədə bir zal və bir mətbəx studiya və 3-cü mərtəbədə 4 dənə yataq otağı yerləşir. Buyurun, baxın. Bir yataq otağının girişi 2-cinin, 3-cünün və böyüklər üçün nəzərdə tutulmuş yataq otağı. Və 2-ci mərtəbədə yerləşən sanitar qovşağa da baxış keçirdirik. Burada da aksesuarlar hamısı quraşdırılıb. Tavan hissəsi podvisnoydur. Mərtəbələr arası hamısı monolit betondur. Hörmətli izləyicilərimiz, bir daha təkrar edirəm, ev yerləşib Biləcəri qəsəbəsinin mərkəzində, Ploşet deyilən bir ərazidə, Biləcəri İstirahət Parkının yaxınlığında ev 5 otaqdan ibarətdir. Yəni, mətbəx studiyanı saysaq, 6 otaq da demək olar bu evə. 3 mərtəbədən 6 qarajlı evdir. Bu evin ilkin qiyməti 200.000 manatdır. Real alıcıya endirim olacaq. Xahiş edirəm, Əmlak TV kanalına abunə olun. Videolarımızı bəyənin, paylaşın ki, gələcəkdə yeni çıxmış evlərlə sizi tanış edə bilim. Əlaqə nömrəsi 055 511 0502. Çox sağ olun, təşəkkürlər bizə görə.